Deməli, savad təlimi və nitq inteqrasiya olunmuş formada biz tərtib olunmasına danışacağıq. Ümumiyyətcə mövzumuzun adı savad təlimi nitqdir. İlkin savadın formalaşması uşağın dünyaya göz açdığından bu yana baş verir. Həmçinin oxuma yazma bacarıqlarına yiyələnməsi ilə nəticələn uzun bir prosesdir. Tədricən mürəkkəbləşən prosesi əks etdirir ki, uşaqların dil və oxuma yazma bacarıqlarının inkişaf prosesində qeyd etdik ki, valideynlərin və müəllimlərin dəstəyi yəni çox böyük əhəmiyyətə malikdir, yəni əvəz olunmazdır. Oxuma yazma prosesi valideynlərlə danışmağa başladıqdan, yəni həmən andan başlayır və uşaqların oxuyub yazma bacarıqlarını inkişaf etdirmək üçün əsas mərhələlərdən biri də onların dil və nitq bacarıqları ilə birlikdə inkişaf olunmasıdır, etdirilməsidir. Yəni savad təlimi nitq, yazı və oxu bacarığına əsaslanan bir xüsusiyyətdir və məktəbə qədər təhsil proqramı da bu prosesi dəstəkləyir və qarşılıqlı əlaqələrin, ünsiyyətin önəmini vurğulayır. Yəni uşağın yazı bacarığı, ünsiyyət bacarığı ilk növbədə valideynlə olan əlaqəsindən başlayır, valideynlə olan dialoqundan başlayır. Ona görə həmişə nə deyirlər, yəni uşaqla çoxlu dialoq, ünsiyyət qurmaq lazımdır ki, uşağın nitqi açılsın və bu təbii ki, yazı bacarıqlarına da təsir edir. Və təbii ki, oxuduqlarını başa düşməkləri üçün, oxuyub anlamaları üçün vacib məsələlərdən biridir. Və uşaqların çox olduğu mühitdə, yəni böyüyən uşaqlar oxuma yazma ənənələrinin qabiliyyətlərindən, yəni buradan başlayaraq öyrənirlər ki, uşaqlar oxuyub yazdıqları vaxt onları dinləyən və dəstək olan böyüklər tərəfindən məşhur hiss edirlər və bu onların özünə inamını və güvənini artırır. Oxuma yazma prosesini dəstəkləyir və uşaqlar oxuduqlarını başqalarına izah etməyi və öyrənərək mətni başa düşməkdə və sözləri doğru tələffüz etməkdə daha da yaxşı olurlar. Bu da təbii ki, böyük əhəmiyyətə malikdir. Bir neçə məqam var, buna diqqət etməliyik. Oxumağı öyrənən uşağın keçdiyi mərhələlər. Birincisi, kitablardan necə istifadə etmək lazımdır. Kitabın tutulması, səhifələrin çevrilməsi, şəkillərə baxılması bu əsas qaydalardan biridir. İkincisi isə mətni şəkillərdən fərqləndirərək fahim məlumat olduğunun bilinməsi. Üçüncü bir məsələ isə ətraf mühitdə uçaq nümunələrinin tanınması, qida etiketləridir, oyuncaq kimi ümumi əşyaların adlarının sadalanmasıdır. Bir də sevdiyimiz kitabları yadda saxlamaq və oxumaq üçün onları başqalarına təqdim etmək və kitabda istifadə olunan rəsmi dil və danışıq dili arasındakı fərqlərin tanıdılması da uşaqlar üçün vacibdir. Hərf və səs əlaqələrinin bilinməsi və mətnin mexanikasının başa düşülməsi, səs ahəngi, hərf və səslərin birləşdirilməsi, müəyyən sözlərin yadda saxlanılması və kontekstə görə sözün təyin edilməsi, sərbəst oxuma, həcmi böyük və mürəkkəb mətnlərin müəllim tərəfindən oxunması və uşaqlara hekayədir, nağıldır, bunların danışılması çox vacibdir. Deməli, oxumağı öyrənən uşaqda hansı mərhələdən keçdi? Birinci növbədə kitabların istifadə edilməsi, mətnin şəkillərdən fərqlənərək şifahi məlumat olduğunun bildirilməsi, ətraf mühitdə çap nümunələrin tanıdılması, qida etiketləridir. Xüsusi olaraq uşaqlar demək olar ki, indiki dövrümüzdə bunu da daha yaxşı bilirlər. Hər hansı bir peçenyaya baxanda onu oxumasalar da belə artıq hansı olduğunu bilirlər və sevdiyimiz kitabları yadda saxlamaq və oxumaq üçün onları başqalarına təqdim etmək, kitablarda istifadə olunan rəsmi dil və danışıq dil arasında fərqlərin tanıdılması, hərf və səs əlaqələrinin bilinməsi, səs ahəngi, hərf və səslərin birləşdirilməsi, müəyyən sözlərin yadda saxlanılması, xüsusi əşyaların tanıdılması, adlarının ifadə edilməsi, sərbəst oxumaq və həcmi böyük və mürəkkəb mətnlərin oxunması burada vacib məsələlərdən biridir. Bu prosesin həyata keçirmək üçün müxtəlif strategiyalar, tədbirlər göstərilə bilər. Məsələn, kitablardan istifadə edərkən şəkillərdən bəhs etmək, növbəti hadisənin proqnozlaşdırmaq və bir hekayənin təkrarlanan hissələrini oxumaq və s. biz bunu əlavə edə bilərik. Uşaqlarda yazı yazmağı, yəni yazı yazmağı öyrətmək vacibdir. Bu proses necə olmalıdır? Aşağıdakı hallarda
meydana gəlir. Tələsik cızma qara edərək yazı yazmağı öyrənirlər və yazdıqlarını ifadə edirlər. Əsas odur ki, qələm tutma bacarığı, kağız üzərində cızma qara edilməsi bu yazı mərhələsində ilkin pillə kimi hesab olunur. Hərf olmayan, lakin hərflərə bənzəyən simvolların çəkilməsi, hətta aydın hərflər əks etdirir, amma səslənməsində və düzülüşündə danışmağa imkan verməyən simvollardır. Özləri üçün orfoqrafiya uydura bilərlər, xüsusi sözlər yarada bilərlər. Sahib səslərdən ibarət oxunaqlı sözlərlə imla yazı tərtib edirlər və həyatları boyu yazı bacarıqları davamlı olaraq onların inkişaf etdirilir. Hər mərhələ uşaqlar üçün vacibdir və təbii ki, bu mərhələ izlənilməlidir. Uşaq hansı mərhələdən keçdi, necə öyrəndi, hansı addımları atdı, ona görə daha diqqətli olmaq əsas burada göstərilir. Savad və nitq bacarıqlarının inkişafı barədə fənlər tədris olunur və bu sahədə aparılan araşdırmalar izlənilməlidir. Uşaqlar çap məhsulları ilə tanış olmaq və oxumaq üçün imkan yaradılmalıdır və bu yazmaq üçün yəni əsas vaxt ayrılmalıdır və müxtəlif vəsaitlər təklif edilməlidir ki, onlar belə deyək, blok qurmaq, qeydlər aparmaq, digər bacarıqlarını inkişaf etdirə bilsinlər. Mürəkkəb mövzulara girmədən uşaqların fonoloji, yəni maarifləndirmə, hərf və səs əlaqələrinin öyrənilməsi burada önəmlidir ki, uşaqlar hərf və səsləri kontekstdən kənarda öyrətmək və hərfləri düzgün şəkildə yazmaq üçün saatlarla vaxt sərf etmək yersiz. Yəni az-az olmalıdır. Bu birdən-birə biz uşaqdan məsələn gözləyə bilmərik ki, çox gözəl şəkildə xətti olsun, yazı yazsın. Bu mümkün deyil. Yəni bu mərhələli olan bir şeydir. Və mərhələlər demişkən, burada əsas 4 mərhələ var. Birinci mərhələ, uşaqlar öz hekayələrinə başlıq qoyurlar, müəllim onları yazır. Müəllim uşaqların nə dediklərini qeyd edib, həm də hekayənin təkrarını da yaza bilir. Və hekayəni tamamladıqdan sonra müəllim bütün mətni oxuyur, uşaqları da təkrar oxutdurur, sonra mətni uşaqlarla birlikdə oxumağı təklif edir. Bu bizim birinci mərhələmiz. İkinci mərhələdə isə müəllim hekayənin bütün cümlələrinin sürətini artırır, onlara başlıq daxil olmaqla hissələrə bölməyə başlayır, hekayəni orijinal nüsxədən təkrar oxuyur, uşaqlar cümlələri kəsilmiş hissələrini tapmağa dəvət edir. Yəni bir növ özü bir məsələ, bir situasiya yaradır ki, uşaqlar özləri əlavə edə bilsinlər. Üçüncü mərhələdə müəllim cümlələri sözlərə ayırır və uşaqlardan birinə başlıqdan söz vermədən onu oxutdurmadan əvvəl hekayəni yenidən uşağa nəql etdirir, yəni danışdırır. Burada da məsələ müsahibə, nəql etmə, danışdırma, oxutma, sözlərin təkrarlanması həm nitqin, həm də yazı bacarığın formalaşması üçün vacibdir. Dördüncü mərhələdə söz öyrənmə, hərflər, səslər, hecalar. Uşaqlar çox sözü göz yaddaşı ilə tanıya bildikdə müəllim sözləri fonemlərə və hecalara bölür və uşaqlar özləri yaratdıqları sözlər əsasında deşifrə etməyə başlayır ki, prosesin istənilən mərhələsində uşaqlar şifahi söylədikləri cümlələri görüb yanında şəkillər çəkməyə, kitabça düzəltməyə başlayırlar. Nitq inkişafının metod və priomları nələrdir? Birincisi əyani metoddur, ikincisi şifahi, üçüncü praktik, dördüncü nitq inkişafının priomları. Deməli, 3 əsas qrupa biz burada ayırırıq. Əyani metodlar, əgər üzərində nitq inkişafı işi apararıqsa, obyektiv uşaqların bilavasitə müşahidə etmələri, yəni mümkündürsə müşahidə metodundan istifadə edilir. Əgər əşya və ya hadisənin bilavasitə müşahidə edilməsi burada vacibdir. Əgər edilmirsə, tərbiyəçi məşğələyə onların şəkil modelini, maketini, yəni belə deyək də göstərə bilər. Digər bir tərəfdən əsas məsələlərdən biri burada şifahi metodda, əyani metodda göstərişə əsaslanır. Şifahi metodda isə tərbiyəçinin sözü ilə bağlı olmasıdır. Yəni sözlərin səsləndirilməsidir ki, hər gün proqramda nəzərdə tutulmuş vərdi uşaqlar üçün oxuyur, səsləndirir. Bu da onların ifadə obrazları və qiraət gücü, danışıq gücünün əsas göstəricilərindəndir ki, uşaq bağçasında tərbiyəçinin tez-tez rola girməsi, yəni bu və ya digər heyvanın görünüşünü, hərəkətlərini, xarakterini, səsini, sözlərini, cümlələrini ifadə etməsi əsas olaraq biz bunu necə götürəcəyik? Şifahi metoda aid edəcəyik. Bir də var praktik metod, yəni yiyələndikləri biliklərin nitqin praktikasında düzgün həyata keçirməkləridir ki, bu metod bir növ oyun xarakteri daşıyır. Bəzi məişət və təbiət hadisələri ilə
tanışlıq prosesində əmək xarakterli metodlardan istifadə etmək lazımdır. Bu zaman əmək fəaliyyəti tərbiyəçi və uşaqların sözü üzrə müşahidə olunur. Hər bir əmək prosesi əşyanın adı deyilir, onların hazırlanması mərhələləri təsvir olunur. Nitq inkişafı üzrə işlər bu metodların heç biri tam tədris olunmuş şəkildə tətbiq edilmir. Bu bütün hallarda tərbiyəçinin sözü burada əsas rol oynayır. Əyani metodların tətbiq edərkən sözdən istifadə edildiyi kimi söz metodlarının tətbiqində də əyanilik kömək gəlir. Yəni ümumiləşdirəsi olsaq burada nəzərdə tutulan, məsələn, şifahidə sözə əsaslanması, əyanidə şəkillərin, illüstrasiyaların göstərilməsi, praktikada isə artıq deyilən şifahi və əyani metodların tətbiq edilməsi ki, bu da praktik metodun əsas göstəricilərindən biridir. Bir də burada xüsusiyyətlər var. Melodika məsələsi. Melodika söz və ifadənin tələffüz prosesində səsin yüksəlməsi, alçalması burada nəzərdə tutulur. Sürət isə cümlənin mətn məzmunundan asılı olaraq fasilənin iştirakı ilə tezləşir və yavaşlayır. Bu sürətdir. Məntiqi vurğu söz və ya ifadələrin məzmunundan asılı olaraq fasilələrlə, məsələn, hər hansı bir sözü deyəndə vurğu burada istifadə olunur. Tembr isə ekspresiv, emosional, çalarlı və səs və boyaları əks etdirən xüsusi keyfiyyətlərdir. Lüğət üzrə iş aşağıdakı istiqamətlərdə həyata keçirilməlidir. Lüğətin zənginləşməsi, dəqiqləşdirilməsi, fəallaşdırılması və təmizliyi. İlk öncə zənginləşdirməsi deyəndə, yəni biz əgər nitqimizdə eyni təkrar sözlərə yol veririksə, bu nitqin kəsad olmasıdır. Zənginləşdirilməsi nitqə yeni sözlərin əlavə olunmasıdır. Dəqiqləşdirilməsi isə sözlərin mənasının doğru istifadəsidir. Fəallaşdırılması isə öyrəndikləri sözləri fəal nitqdə tətbiq etməkləridir. Təmizlik isə məişətdə istifadə etdiyimiz hər hansı sözləri yox, düzgün sözlərdən, ədəbi üslubdan istifadə etməyimizdir. Bir də elə üslub demişkən, üslub iki hissəyə bölünür. Tam üslub və yarımçıq üslub. Tam üslubdan istifadə edən şəxslər kimlərdir? Müəllimlərdir, direktorlardır, xüsusi natiqlik qabiliyyətinə sahib olan insanlardır. Yarımçıq üslub isə məişətdə, ətrafda, küçədə istifadə olunan sözlərdir. Tam üslub isə daha yaxşıdır. Rabitəli nitqin iki növ var, dialoji və monoloji. Dialoji nitqəni canlı ünsiyyət formasıdır, iki və daha artıq insan arasında olan əlaqədir. Monoloji nitq isə tək bir şəxs tərəfindən istifadə olunan, strukturu daha sadə olan bir nitq forması kimi əsas götürülür.